Salam əziz abituriyentlər və şagirdlər. Bugün yeni bir video ilə sizin qarşınızdayım. Yenə təbii olaraq feil mövzusundan davam edəcəyik. Feilin son bölməsi olan təsriflənməyən feilləri izah edəcəm sizə. Və qeydlər götürməyi unutmayın. Suallarınız olsa da şərh bölməsində mütləq ki qeyd edin. Mən sizə geri dönüş edəcəm. Elə isə başlayaq. Feilin təsriflənməyən forması ümumiyyətlə nə deməkdir? Biz sizlə xatırlayırsınızsa keçdik təsriflənən formaları, yəni şəxsə və kəmiyyətə görə dəyişən formalar, dəyişən feillər. Bunlar feilin şəkilləri idi. Feilin təsriflənməyən formaları isə, mən bura qısa yazıram, təsrif, bura çıx qoyuram, yəni təsriflənməyən formalar. Bura aiddir deməli, məstər, feili sifət, bir də feili bağlama. Baxın, bu üç forma təsriflənmir. Yəni, təsriflənməmək şəxsi kəmiyyətə görə dəyişməmək deməkdir. İlkin olaraq məstərdən başlayaq. Məstər nədir? Məstər həm feilin, həm də ismin xüsusiyyətini daşıyan bir deməli, formadır, təsriflənməyən formasıdır. Şəkilçisi mag-məkdir. Yəni, ikinci forması, yəni məkdə, mag-mək. Dediyimiz kimi, feilin ya kökünə, ya bildiyiniz bu kökə, ya da başlanğıc formaya bir dənə məstər artırılır, ya da mək artırılır. Bu formada düzəlir. Təbii ki, feillərə xasdır bu. Misal üçün, yazdırmaq. Misal üçün, indi bu başlanğıc forma hesab olunur da. Yazmaq kök, dır leksik, magda qrammatik. Və yaxud gəlmək. Gəl kök, magmək burada olur, deməli. Qrammatik. Dedik ki, iki nitq hissəsinin xüsusiyyətini daşıyır, yəni feil və ismin xüsusiyyətini daşıyır. Feilə aid xüsusiyyəti nədir? Hərəkət anlayışı var məzmununda. Yəni, hərəkət bildirir. Sonra təsdiq və inkarda olur. Təsdiq, inkar. Məsələn, birini yazaq, məsələn, getmək. Getmək, biraz pis oldu, neysə. Getmək, inkarda işlədək getməmək. Getməmək. Görürsünüz, getmək kökdür, mamə. İnkarlıqdır, məkdə məstərdir. Ya kökə qoşulur dediyimiz kimi, ya da başlanğıc formaya, amma yəni siz burada qarışdırmayın da ki, yəni belə deyək də, başlanğıcı burada get sözüdür. Yəni bu sizdə çaşqınlıq yaratmasın ki, axı müəllimə demişdi, kökə ya da başlanğıca qoşulur. Bu nə kökə qoşulub, nə başlanğıca. Burada niyə belə olur? Çünki ortaya inkarlıq girir. İnkarlıq da elə böyük bir problem yaratmır əslində. Yəni, bu həmin o qaydanı dəyişmir də, məstərin kökü ya da başlanğıca qoşulma qaydası. Bu belə. Sonra, ismə aid xüsusiyyətləri nələrdir? İsmə aid xüsusiyyət odur ki, necə isim əşyanın adını bildirirdi? Bu da ad bildirir, amma bu hərəkətin adını bildirməsi. Yəni, ismə aid əsas burada məsələ nədir? Ad bildirmək. İsim də ad bildirir, bu da ad bildirir. Bu da belə. Çünki məsələn deyirsən ki, necə deyək, məsələn, dərs oxumaq önəmlidir. Misal üçün. Önəmlidir. Önəmlidir necədir? Oldu xəbər. Nə önəmlidir? Dərs oxumaq. Yəni, burada sən nə sualın verirsən də buna, düz deyil. Nə? İsimdə də nə sualın verirsən, burada da nə sualın verirsən. Deməli, isimlə bir ortaqlıq var ortada. Sonra, hallana bilir, bunu deyək. Hallanır. Məsələn, deyirəm ki, oxumağı atamdan öyrənmişəm. Məsələn, atamdan öyrənmişəm, misal üçün. Ya da öyrəndim, fərq yoxdur. Burada əsas məsələ nədir? Nəyi, daha doğrusu, oxumağı. Görürsünüz, oldu tamamlıq. Bu hansı haldır? I, U, Ü burada. Təsirli hal. Burada diqqətli olaq. Təsirli hal. Bu da belə. Bir də feilə aid xüsusiyyəti bu var idi ki, deməli, ətrafına söz yığır. Bura qeyd edim.
ətrafına söz yığır. Bu nə deməkdir? Məsələn, bir dənə cümlə yazaq. Məsələn, belə yazaq. İtaliyaya getmək ən deməli böyük arzumdur. Arzumdur. Aha. Gəlin təhlil eləyək bunu. Arzumdur nədir? Necə, böyük, ən təbii ki, təhlil eləməyəcək ədatdır, köməkçi nitq hissəsidir. Nə ən böyük arzumdur? İtaliyaya getmək. Yəni burada getməyi ayrıca götürməyəcəyik. İtaliya sözü ilə bir yerdə götürəcəyik. Yəni burada məstər tərkib yaradıb deməkdir. Tərkib yaradıb o deməkdir ki, özündən əvvəl gələn sözlə bir yerdə, yəni onunla əlaqəyə girir, ondan qopmur, belə başa düşün. Elə bir söz birləşməsi olur da, söz birləşməsi yaradır və ondan ayrılmır. Tərkib bu deməkdir. Özündən sonra gələnə baxmırıq ha, əvvəl gələnə baxırıq və bir yerdə tərkibin bir parçası olaraq götürülür, yəni bir yerdə təhlil olunur. İndi sizə ayrı bir cümlə verəcəm. Orada özündən əvvəl gələn söz tərkibə daxil olmayacaq. İndi baxın niyə? Məsələn, bax cümləyə baxın. Mən evə getməyi soruşmuram. Nə etmirəm, soruşmuram. Oldu xəbər. Kim soruşmur? Mən nəyi evə getməyi? Bax, fikir verin. Getmək sözü mək burada məstərdir. Özündən sonra saat gəlib, köyə əvəzlənməsi baş verib. Burada evə sözünü tərkibə daxil edir, mən sözünü daxil etmir. Sizcə niyə? Əlbəttə ona görə ki, mən burada soruşmuramdan əlaqəyə girir, uzlaşır və soruşmuram sözü ilə uzlaşırsa, deməli mən burada mən sözünün yerini dəyişə bilərəm də. Məsələn, evə getməyi mən soruşmuram. Məsələn, görsüz, yerini dəyişə bilirəm. Deməli, tərkibə daxil deyil də, yəni müstəqildir. Tərkibə daxil olmamaq, uşaqlar, müstəqil olmaq deməkdir. Bax, evə sözünü gəlin dəyişək. Görə dəyişə biləcəyik. Mən, məsələn, mən getməyi evə soruşmuram. Görürsünüz necə absurd çıxır. Mən getməyi evə soruşmuram. Evəni getməkdən dərhal sonraya saldım, çox absurd çıxdı. Çünki tərkibdən ayırmağa çalışdım. Absurd çıxdı niyə? Çünki tərkibdən onu ayıra bilmərəm. Mən bunu bütöv götürməliyəm. Amma mən sözünü ayıra bilirəm, çünki mən tərkibə daxil deyil. Yəni o dəqiqə tərkibə daxil olub olmadığını bilmək istəyirsinizsə, sözü ayırın. Sözü gətirin, belə deyim də, xəbərdən sonraya salın ya da xəbərin dərhal yanına salın. Görün nə kimi dəyişiklik olacaq. Alınmasa, deməli o tərkibin içindədir. Yox, götürə bilirsiniz, yerini dəyişirsinizsə, deməli tərkibə aid deyil də, müstəqildir. Yəni müstəqil bir şeyin siz yerini rahatca dəyişə bilərsiniz. Feil aid xüsusiyyətlərindən biri də qrammatik məna növlərində olmasıdır. Hər halda bilirsiniz də, xatırlasaq, qrammatik məna növləri nə idi? Məlum, məchul, qayıdış, icbar, şəxsiz bağlılar idi. Məsələn, yazıram döyünmək sözü. Bax, döyünmək sözündə məstəri görürsünüz, döyməkdən döyünmək. Yəni, qrammatik məna növündə olur da bu feil. Deməli, məstər qrammatik məna növlərdə olur. Bu da feilə aid bir xüsusiyyətdir. Və bu da deyim ki, qayıdış növdədir. Çünki, məsələn, ürəyim döyünür, öz-özünə döyünür də, mən onu döymürəm ki. Ya da, məsələn, döyüşmək desəm. Məsələn, döyüşmək. Burada da məstər, artıq burada nə olur? Olur qarşılıq növ. Çünki qarşı-qarşıya döyüşürəm. Bu da belə. Sonra, mənsubiyyətə görə dəyişə bilir, ism aid xüsusiyyətidir. Məsələn, deyirəm ki, məsələn, mahnı oxumağım xoşuna gəlmədi. Ya da xoşuna gəldi yazaq, məsələn. Xoşuna gəlmək bir yerdə də frazemdir. Mahnı oxumağım. Nə? Mahnı oxumağım bir yerdə gedəcək. Gördüyünüz kimi, ümumum nədir burada? Mənsubiyyətdir də. Niyə? Çünki əvvəlində mənim artıra bilirsən öz başında. Mənim oxumağım. Görürsünüz, mənimi artıra bilirsiniz əvvəlinə. Aha, deməli nə olur? Olur, bu da mənsubiyyət şəkildisi. Bundan əlavə, bir də üçüncü şəxsin xəbərli şəkildisini qəbul edə bilir. Cümlədə də bu zaman ismi xəbər olur. Misal üçün, bunu silək. Məsələn, deyirəm ki, arzum universitetə, indi mən bunu qısa yazıram, uniyə, uşaqların
məşhur deyimi ilə uniyə qəbul olmaqdır. Qəbul olmaqdır. İndi baxın. Nə arzum? Qəbul olmaq bilirsiniz də, biz sizlə keçmişik feildə olmaq etmək eləmək mürəkkəb feil. O qəbul olmağı bir yerdə götürəcəyik. O niyə qəbul olmağı da ayırmayacağıq? Niyə ayırmayacağıq? Çünki bu ikisi əgər bir sözdürsə, bir məstər sayılır. Bu artıq tərkib yaratmayıb. Çünki bir dənə söz sayılır ikisi bir yerdə. Mürəkkəb feildir. Ətrafına o niyə sözünü də götürüb, yəni universitetə deməkdir də. Bu sözü də ətrafına alıb, deməli nə yaradıb? Tərkib yaradıb. Hamısı birdə olacaq xəbər. Burada da işimiz nədir? Maqməkə baxın, dırı qəbul eləyib qurtardı. Üçüncü şəxsin təkinin xəbərli şəkildisi o da. Qəbul eləyir, cümlədə nə olur? İsmi xəbər. Feili xəbər hərəkət bildirir. Nə etmək, nə olmaq, nə etdi, nə edir, nə edəcək. Bu tip suallara cavab verir. Amma bax, bu niyə qəbul olmaqdır? Nədir? Sualım bu olur. Belə suallara da nədir, necə idi, nə idi falan bu tip suallara da cavab verir. Deməli, ismi xəbər. Bir də qoşmalarla işlənə bilir məstər. Məsələn, deyirəm oxumaq üçün, belə yazaq, oxumaq üçün, məsələn, Bakıya getdi. Bakıya get, ya da get yazıram qısa. Aha, bax, Bakıya haraya, get nə et? Niyə, nə məqsədlə? Oxumaq üçün. Görürsünüz, maqmək plus nədir? Üçün. Üçün qoşmadır. Qoşma ilə işləndi. Qoşma da bilirsiniz də, qoşulduğu sözlə bir yerdə cümlənin bir üzvü olur. Qutardı. Bu da oldu, təbii ki, bir yerdə məstər. Yəni, buna deməyəsiniz, məstər tərkibi. Tərkib nə vaxt olurdu? Özündən əvvəlkində olurdu. Bunda özündən sonradır. Bu heç söz birləşməsi də deyil. Çünki söz birləşməsi olmaq üçün sözün o iki dənə ən azı müstəqil mənalı söz yanaşı gəlməlidir də, əlaqəyə girməlidir bir-biri ilə. Axı, üçün sözünün ayrıca bir mənası yoxdur. O nətər bir məna ifadə eləsin, söz birləşməsi yaratsın. Yəni, onun, burada üçün sözünün oxumaq sözünə heç bir təsiri yoxdur. Heç bir təsiri. Sadəcə bir funksiyası var. Bir yerdə məqsəd zərfliyi rolunda oynayırlar. Başqa bir funksiyası yoxdur. Bəzən belə də verə bilər. Baxın, məsələn, baxın, getdi, nə etdi? Oxumağa görə getdi. Nə məqsədlə? Bax, maqmək burada qalır. İndi halı qəbul etdi təbii ki. Görürsünüz, halı qəbul edir. Bundan sonra qoşma ilə bu şəkildə də işlənə bilir. Və yaxud görəni silər buradan. Məsələn, oxumağa getdi. Nə məqsədlə getdi? Oxumağa getdi. Yenə cümlədə məqsəd zərfliyi olur. Aydındır? Yenə buna biz məstər deyirik yəni. Amma desəm, məsələn, bura artırsam dərs oxumağa, artıq mən buna məstər deyə bilmərəm. Məsələn, zərflik, belə deyim də. Burada zərflik artıq məstərlə ifadə olmuş. İndi baxın. Burada məstərlə ifadə olunub desəz, artıq onu səhv qəbul edəcəklər. Məstər nə deyəsiz? Tərkibi, məstər tərkibinə ifadə olunub. Bax, belə deyəsiz. Məstərin bir də önəmli bir xüsusiyyəti var ki, bunu heç vaxt unutmayın. Heç vaxt cəmlənmir. Yəni, ismə aid bəzi xüsusiyyətləri qəbul etdi dedik. Mənsubiyyət oldu, nə bilim, ad bildirmək, hallanmaq, nə bilim, xəbərlik qəbul etmək falan filan, qoşma ilə işlənmək. Amma qəti cəmlənmir heç vaxt. Deyirəm ki, oxumaqları. Görün alınır, oxumaqları. Görün nə absurd çıxır, yəni məntiqsiz çıxır. Deməli, məstər cəmlənmir. Bəzən testdə salır ki, məstər özünə aid olmayan bir xüsusiyyət qəbul edib. Özünə aid olmayan xüsusiyyət nədir? Cəmlənmək. Onu götürəsiz. Bir də yadıma düşmüşkən bir şey də deyim. Məstər təyindən başqa bütün cümlə üzvləri olur. Məsələn, bir hərəsində bir nümunə deyim. Aha, baxın. Birinci cümlədə nə deyir? Deyir ki, işim sizi izləməkdir. Nə işim? Sizi izləmək bir yerdə gedəcək də bilirsiniz. Çünki məstər tərkibi yaradır. Dırdır, durdur da qəbul etdiyinə görə olacaq xəbər. Olur ismi xəbər. Bu belə. Sonra. Aha. Səni görməyə gəlib. Gəlib nə edib? Səni görməyə. Kimi ayrı, nə bilim, görməyə ayrı elə olmayacaq. Nə məqsədlə? Səni görməyə. İkisi bir yerdə təhlil olunacaq. Niyə? Çünki tərkib yaradıb. Burada oldu zərflik. Məqsəd zərfliyi. Sonra. Üçüncüyə baxaq.
Səni görmək gözəldir. Necədir? Gözəldir. Nə gözəldir səni görmək. Aydın oldu. Burada da olacaq mübtəda və təbii ki, mübtədanın ifadə vasitəsi deyəsiz nədir? Deyəsiz məstər tərkibi. Məstər desəz səhvdir. Çünki siz o zaman səni sözünü elə bir görməmiş hesab olunursunuz da. Axı səni boş verə bilmərik. Səni də var yanında. Yəni bu da tərkib yaratmış deməkdir. Bu. Sonra səbr etməyi öyrən. Nəyi öyrən? Nəyi səbr etməyi? İndi elə bilərsiniz ki, birdən burada tərkib yaradıb, amma qətiyyən. Çünki səbr etmək demişik, olmaq, etmək, eləmək nədir? Mürəkkəb feildir. Mürəkkəb feil yəni bir söz gedir də. Tərkib nə deməkdir? İki sadə söz. Yəni daha doğrusu belə deyim, iki sadə yox. İki müstəqil mənalı söz. Mənalı söz deməli bərabərdir tərkib. Ən az iki müstəqil mənalı söz olmalıdır tərkib üçün. Səbr etməyi də bir söz hesab olunur da. Biz buna necə tərkib deyə bilərik? Deyə bilmərik. Deyəsiz ki, tamamlıq məstərlə ifadə olunub, tərkiblə yox. Səbr etməyi, nəyi səbr etməyi öyrən, nə et. Bu. Bir də təyin var ki, təyinlə deməli, təyin daha doğrusu məstərlə ifadə olunur. Yəni məstər təyin olunur. Amma istisna məqamlar var. İndi ona aid bir dənə cümlə deyim sizə, baxın. Məsələn, baxın, vətəni sevmək kimi hiss yoxdur. Yoxdur, olacaq xəbər, predikativ sözdür, suala cavab vermədən cümlənin bir üzvü olur xəbəri. Nə hiss, necə vətəni sevmək kimi, bax, vətəni sevmək bir yerdə tərkib yaradıb. Bu bir yerdə gedəcək. Kimi də qoşmadı, qoşulduğu sözlə bir yerdə cümlənin bir üzvü olur. Deməli, nə götürəcəm? Hamısı bir yerdə olacaq. Deməli, təyin. Yəni, istisna hallarda belə şeylər görə bilərsiniz. Necə vətəni sevmək kimi nə hiss yoxdur. Amma məstər ümumilikdə, bunu qeyd edin, məstər təyin olmur. Bəzən yazır ki, məstər özünə aid olmayan xüsusiyyət qəbul edib. Burada cəmlənməklə bərabər təyin olmaq da aiddir. Yəni, təyin olduğunu görürsünüz, bilin ki, məstərə aid olmayan xüsusiyyətdir, amma istisna hallarda olur. İsim dedikdə, ismə aid xüsusiyyətlərindən yadınızda saxlayın. İsim necə sifətləşə bilirdi? Məstər sifətləşmir. Cümlədə deməli təyin ola bilmir, yəni belə istisnaları çıxsaq. Mücərrət və konkret olmur. Bunu da yadda saxlayın. Ümumi və xüsusi də olmur. Yəni bunlar olmur. Mütləq bunları qeyd edin. Şəkilçisi də bildiyiniz kimi nədir? Qrammatikdir. Yeni söz yaratmır. Gəldik feili sifətə. Feili sifət həm feilin, həm də sifətin xüsusiyyətini daşıyır. Bilin. İki nitq hissəsinin xüsusiyyətini daşıyır. Ümumiyyətlə, bütün bu təsriflənməyən formalar iki nitq hissəsinin xüsusiyyətini daşıyırlar. Feili sifətlər yadınızda saxlayın ki, deməli, müxtəlif zaman məzmunu bildirirlər. Yəni, mənasında zaman anlayışı var. Zaman. Bunu qeyd edin özünüzə. Amma qəti surətdə zamana görə dəyişmirlər. Heç vaxt zamana görə dəyişmirlər. Zaman şəkilçisi qəbul etmirlər. Çünki zamanları biz öyrəndik xəbər şəklində. Xəbər şəkli təsriflənən formadır. Amma bu təsriflənməyən formadır. Bu zamana görə dəyişmir. Bunun məzmununda ancaq zaman anlayışı var. İndi onu da şəkilçilərlə izah eləyəcəm sizə. Feilə aid xüsusiyyətləri, bayaq məstərdə dediyimiz kimi, məsələn, nədir feilə aid xüsusiyyətləri? Bax, təsdiq, inkar. Təsdiq, inkar. Sonra növ bildirmə. O qrammatik məna növləri var. Sonra ətrafına söz yığır. Belə qısa bunu belə yazım ki, bir dəqiqə tərkib. Yəni tərkib yaradır. Sonra başqa deyə bilərik. Yəni hərəkət bildirir əlbəttə ki, bu da var. Hərəkət bildirmək. Bir də zaman məzmunu. Axı feildə var zaman anlayışı xəbər şəklində. Burada da zaman məzmunu deyə bir şey var da. Aydındır. Yəni zamana görə dəyişmir. Bunu yadda saxlayın. Sifətə aid xüsusiyyəti, yəni əşyanın belə deyək ki, necə sifət əlamətini bildirir. Bu da əlamət bildirir. Amma daha doğrusu belə deyim də, əlamətini bildirir.
Yəni sifətin suallarına cavab verir, düzdür? Oy, necə, nə cür, sonra hansı. Bax, bu suallara da cavab verir, söz yox. Cümlədə təyin olur. Sonra sifət isimləşəndə necə tamamlıq olurdu, nə bilim mübtəda olurdu, xəbərə olurdu. Bu da olur. Bu da öz yerində. Çünki isimləşə bilir. Axı sifətin xüsusiyyəti də var. Bax, elə başa düşün ki, belə loru dildə danışsaq, feil bunun atasıdır. Sifət də bunun anasıdır. Bunlardan feili sifət olub. Və bunun daha çox xüsusiyyəti ata tərəfdən götürür də. Necə insanın daha çox əsli kökü çıxır gedir ata tərəfə. Bu belə. Bunun da əsas tərəfi, yəni feili sifət görəndə deyəsiz ki, nitq hissəsi olaraq nədir bu? Feildir deyəsiz. Məstər də görsəz feil deyəsiz, feili bağlama da görsəz feil deyəsiz. Sadəcə olaraq sifətdən müəyyən xüsusiyyətlər özündə var. Necə insanda anadan da xüsusiyyət olur, atadan da. Burada da elə bir şeydir. Yəni loru şəkildə belə izah edə bilərəm sizə. Özündən sonra mütləq isim gəlir və o ismi təyin edir. İndi şəkilçilərinə keçək. Aha. Deməli, şəkilçilərimiz bulardır. İndi bu şəkilçilərlə bağlı önəmli məqamları izah edeyim sizə. Birinci başlayaq muş şəkilçisindən. Bunu biz harda öyrənmişik, yadımıza salsaq. Bu bizdə amonim şəkilçidir. Deməli, keçmiş zamanda imişdə, bir də feil sifətdə indi öyrənirsiniz bunu. Məsələn, nümunə deyirəm. İndi fikir verin. Bax, deyir ki, İşlərimi görmüşəm. Görmək kökdür. Müş burada deməli qrammatik şəkilçidir. Əm də sonluqdur. Burada müş nədir? Biz sizlə nə keçmişik? Feilin kökünə ya da başlanğıcına qoşulan deyirik ki, təsriflənən feillərdə təbii olaraq bu xəbər şəkli olur da. Yəni keçmiş zamandır. Burada nəqli keçmişdir. Bu. Amma buna baxın, dünən gəlibmiş, gəlmək kök, ib burada olur, keçmiş zaman nəqli. Qrammatiklərdən sonra gələn də demişdik ki, mamədən başqa qrammatiklərdən sonra gələn imiş hissəciyidir. Burada da imiş oldu. Oxumuş adama baxın amma. Oxumaq kök, muş yenə qrammatik. Gördünüz, hamısında qrammatikdir. Amma suala baxın. Oxumuş adam, necə adam ya da hansı adam? Görürsünüz, sifətin sualına cavab verir. Bax, buradan biləsiniz ki, bu feili sifətdir. Özündən sonra isim tələb edir. Yəni, təyin edici rolunda olur o. İndi isimləşməyinə də aid nümunə deyəcəm, o heç. Yəni, suallarına baxın, işlərimi görmüşəm, nə etmişəm, dünən gəlibmiş, nə edibmiş, görürsünüz, nə olmaq, nə etmək, bu suallara cavab verir bu ikisi. Yəni, imişdən keçmiş zaman. Amma feili sifət uşaqlar nə olmaq, nə etmək suallarına cavab vermir. Feili sifət həmişə sifətin suallarına cavab verir. Necə, nə cür, hansı? Bu belə. Məncə bu aydın olar sizə. Məsələn, dık plus mənsubiyyət, ümumiyyətlə, buna aid bir nümunə desəm, məsələn, deyirəm ki, məsələn, bir söz var, deyir, bir öldüyüm günü bilmirəm, məsələn. Öldüyüm gün. Məsələn, çox belə məntiqsiz çıxdı, nəysə. Ölmək kökdür, dığım bir yerdə gedəcək. Yəni, uşaqlar, bunu artıq dık plus mənsubiyyət kimi ayrı-ayrı götürməyəsiniz. Bunu bütöv götürəsiniz. Hansı gün? Sualına baxın, hansı? Yəni, bu versiyanı harda görsəz, uşaqlar, bilin ki, bu feili sifətdir. Cümlədə də olur təyin. Qutardı. Bu feili sifətdə özündən sonra da isim gəlir, təyin edir. Burada qarışdıra biləcəyiniz məqam mış ola bilər, acaq olar, assı və malı olar. Onlar da əslində olmamalıdır. Onun da incə məqamları var, onu da izah eləyəcəm. Çünki dık plus mənsubiyyəti, yəni dığım ancaq siz feili sifətdə görə bilərsiniz. Başqa heç bir şəkildə görə bilməzsiniz. Bu belə. Sonra gəlirəm an-ən şəkilçisi. An-ən şəkilçisində yadınızda saxlayın. İndiki zaman məzmunu var. Məsələn, deyirəm ki, gələn qonaq. Gələn qonaq. Yəni, bu qonaq hal-hazırda gəlir də, ya da indi hal-hazırda qapıdan içəri girib, deyirəm, gələn qonaq hal-hazırda olub. İndiki zaman məzmunu var. Demirəm, zaman şəkilçisi var, o var, bu var. Yox. Sadəcə məzmunda indiki zaman anlayışı var. Hansı qonaq? Gələn qonaq. Kim qonaq? Və görürsünüz, anəndə indiki zamanda, amma mışla dığım da keçmiş zaman anlayışı var. Bunlarda keçmiş zaman deməli məzmunu. Bu da belə. Aha.
Sonra anəni də qarışdırmazsınız. Çünki anən də yalnız fe'li sifətdə var. Sonra gələk acaq-əcəqə. İndi buna baxın. Acaq-əcəqi biz sizlə bir feildən isim düzəldən şəkilçilərdə öyrənmişik ki, orada leksik şəkilçi olur. Bir də gələcək zamanda öyrəndik sizlə ki, qəti gələcək zaman şəkilçisidir. Bir də indi öyrəndik fe'li sifətdə. Hərəsindən gəlin bir nümunə yazaq. Məsələn, dayanacaq deyirəm ki, dayanacaq qabaqdadır. Qabaqdadır, hər neysə. Dayanmaq sözün köküdür. Acaq burada leksikdir. Çünki sual verirəm. Nə qabaqdadır? Dayanacaq. Gördünüz, isim düzəltdi burada. Sonra gələcək zaman anlayışı. Məsələn, deyirəm ki, qatar dayanacaq. Baxın, diqqətli olun. Dayanmaq kök. Burada artıq olur qrammatik. Niyə? Çünki nə edəcək? Dayanacaq sualını görürsünüz. Burada olur qəti gələcək zaman. Bir də var deyirəm ki, məsələn deyirəm ki, görüləcək iş. Görüləcək iş məsələn. Görmək sözün kökü ül leksik, acaq-əcək qrammatik. Hansı iş? Necə iş? Görüləcək iş. Görürsünüz, cümlədə olur təyin, sual da olur hansı ya da necə. Fərqi yoxdur. Aydındır. Amma desəm, məsələn, bu işlər görüləcək, artıq orada olacaq zaman. Çünki sual verir. Nə ediləcək? Görüləcək. Görüləcək iş necə iş? Təbii ki, burada olur fe'li sifət. Məlumunuz olduğu üzərə acaq-əcəyin də məzmunda sizcə hansı zaman var? Əlbəttə ki, gələcək zaman anlayışı var. Aha. Ümumiyyətlə, bu 3 şəkilçi var ha, o bir dəqiqə. Bu üçünün tərkibində də acaq da asılmalıdır. Gələcək zaman anlayışı var üçündə də. Çünki gələcəyə dair bir hərəkəti planlayır da. Nə bilim, oxunacaq əsər, nə bilim, gələsi qonaq, görülməli iş, fərqi yoxdur. İndi bunlara da nümunə deyəcəm. İndi fikir verin. Bax, deyir, səriləsi paltar. Sərməkdən sərilmək. Ası, əsi, qrammatik. Necə paltar? Görürsünüz, özündən sonra isim gəldi. Hansı paltar ya da? İsmi təyin eləyir. Aha, olacaq fe'li sifət. Amma bax, paltar səriləsidir. Sərməkdən sərilmək əsidir. Qutardı. Burada da olacaq nə? Deməli, ası, əsi, lazım şəkli. Lazım şəkli. Çünki biz sizlə asını lazımda öyrənmişik də. Aha. Bu belə. Sonra gələk malım-əliyə. Aha, malım-əli də biz sizlə harda öyrəndik? Öyrəndik deməli vacib şəklində, indi öyrənirik fe'li sifətdə. Baxaq, yeməli meyvə. Yeməli meyvə uşaqlar, burada fe'li sifətdir. Necə meyvə? Yeməli meyvə. Hər halda vacib şəklini bilirsiniz də, vacibli məzmunu var. Yeməli meyvədə meyvə canlı deyil ki, necə yeyə bilər? Deməli, burada meyvəni təyin edir. Necə meyvə? Yeməli meyvə. Yəni deyir, yetişib də yeyə bilərsiniz, dadlıdır falan. Amma deyir ki, uşaq yeməlidir. Hər halda uşağı yemək kimi nəzərdə tutmuruq da. Yəni, uşağı götürüb yeyəcəm, belə nəzərdə tutmuruq. Yəni, burada artıq hərəkət missiyası var. Uşaq, kim uşaq? Nə etməlidir? Yeməlidir. O dəqiqə sual verir. Nə etməlidir? Amma nə etməli meyvə deyə bilməliyik. Necə meyvə? Aha, burada olacaq ona görə ikincidə fe'lin vacib şəkli. Belə fərqləndirəsiniz. Aha, fe'li sifətin bir də isimləşməsi məsələsi var. Onu da sizə izah edeyim. Aha, isimləşmə nə deməkdir? Biz bunu sifətdən bilirik də. Yəni, ismi xüsusiyyətlərin artıq daşıyır. Mən bunu həmişə aşağı siniflərimə deyirdim ki, təsəvvür edin, gedirsiniz bir dənə baloya, hərə bir sevdiyi qəhrəmanın paltarını geyinir. Və siz o qəhrəmanın paltarını geyinəndə tamamilə ona çevrilmiş olursunuz? Əlbəttə ki, yox. Yəni, siz xarakterinizi dəyişirsiniz? Yox. Sadəcə olaraq onun bəzi xüsusiyyətlərini alırsınız. Məsələn, geyim tərzi, nə bilim, bir-iki deyək ki, saç düzümü, görüntüsü də. Yəni, tamamən ona çevrilmirsiniz ki. Yəni, isimləşmə ya da sifətləşmə məsələsi də budur eyni ilə. İsimləşəndə tamamən isim olmur. Sadəcə bəzi xüsusiyyətlərini götürür onun. İndi gəlin bir-iki nümunəyə baxaq. Baxın, 2 cümlə verdim sizə. Yatmış adamları oyatma. Bir də var deyir ki, yatmışları oyatma. Yatmış adamları görürsünüz, yanında yəni təyin edicisi yatmışdı, adam da isimdir.
Yəni adamı təyin eləyir burada. Necə yatmış adam kök larcam ı da burada təsirli al. Oyatma nə etmə kimi adamları bu indi tamamlıq olacaq. Bu heç. Burada işimiz nədir? Bax, necə adamları yatmış sualını görürsüz necədir? Fe'li sifətdir. Çünki fe'li sifətin sualıdır da necə sualı və əgər burada mış şəkilçisini görürsünüzsə də, yəni buna sifət deməyəsiniz ki, fe'li sifətdir. İndi baxın, adam sözü, yəni bu isimdəki bu xüsusiyyəti, yəni adamı atıram. Adamdakı lardı, ıdı gətirib qoyuram nəyə? Yatmış sözünə. Və alıram bu cümləni. Yatmışları oyatma. İndi baxın suala. Kimi oyatma? Yatmışları. Yatmışları sözü kimi sualına cavab verdi? Kimi hansı nitq hissəsinin sualıdır? İsimin. Deməli isimləşib də yatmaq kök, mış qrammatik, larcam, ıda nə olur? Təbii ki, qrammatik. Yəni burada artıq deyirəm fe'li sifət isimləşib. Yatmışları və yaxud deyirəm ki, gələnlərdən soruş. Gələnlərdən. Məsələn, kimdən? Gələnlərdən. Aha, deyəcək avtomatik. Deməli, fe'li sifət isimləşib. Niyə? Çünki gəlmək kök, ən fe'li sifət, lərcəm, dəndə hal. Çünki bu fe'li sifət də fe'li sifət ismi adi şəkilçi qəbul edib. Cəmlə hal qəbul edib. Amma həmişə elə bunları qəbul edərək isimləşir. Yox, biz sifətdə də keçmişdik. Həmişə bunları qəbul etmək məcburiyyətində deyil. Gəlin baxaq. Məsələn, oxuyan qalib gəldi. Ya da məsələn, sizin hər birinizin arzusu universitetə qəbul oldu. Kim? Oxuyan. Deməli, qalib gəlmək frazemli bir yerdə gedəcək. Kim? Oxuyan. Kim sualına cavab verdi? Bəli, verdi. Oxumaq kök an şəkilçi oldu. Bəli, oldu. Heç bir əlavə şəkilçi qəbul etmədi ki, ismi aid. Bu şəkildə də yəni isimləşə bilir. Yəni hökmən ismi adi şəkilçi qəbul etmək məcburiyyətində deyil. Sualı artıq ismin sualıdırsa və fe'li sifət şəkilçisini görürsünüzsə, deməli isimləşib. O dəqiqə necə düşünün? Məsələn, yanına isim artırın. Oxuyan adam. Necə adam? Oxuyan adam. Adamı atıb elə bir düşünün oradan. Olub oxuyan. Kim oxuyan? Adamın funksiyası elə bir oxuyana keçib. Ona görə də buna biz deyirik isimləşmə. Bir də fe'li sifətlə bağlı bir məqamda deyim. Bəzi sözlər var ki, qarışdırılır. Elə bilirlər ki, uşaqlar fe'li sifətdir o. Qətiyyən. Baxın. Məsələn, deyirəm dondurmalı. Dondurmalı nə deyək? Məsələn, waffle. Bu soyuq əllər, isti ürəklər də getmisiniz də yəqin. Orada belə qəşəng waffle'lar verirlər. Məsələn, indi baxın. Dondurmalı waffle-da baxsaq sözə dondurmalı. Donmaq sözün köküdür. Donmaqdan dondurmaq, dondurmaqdan olur dondurma. Dondurmadan olur dondurmalı. Gördünüz, 3 dənə leksik şəkilçi görürəm burada. Deməli, malını bütöv götürməyəcək. Burada lı sifət düzəldən şəkilçidir. Yəni, dondurmalı söz uşaqlar sifətdir. Aydındır. Biz bunu fe'li sifət götürməyəcəyik. Və yaxud məsələn, necə deyərik? Məsələn, sürməli qız, məsələn. Sürməkdən yaranır sürmə, sürmədən sürməli. Və yaxud ən çox düşür. Çəkməli pişik. Şirikin pişiyidir, deyəsən çəkməli. Çəkməkdən çəkmə, çəkməli. Tanış gələr sizə. Aha, deməli, isimdən nə oldu? Sifət. Deməli, burada bunları biz sifət götürəcəyik. Bunlar fe'li sifət deyil. Baxın, belə məqamlarda son dərəcə diqqətli olun. Və yaxud məsələn, düyməli, nə olar? Düyməli köynək. Aha, köynəyin zaten düyməsi olur o heç, amma eləsi var, məsələn, düyməsiz olur. Düyməkdən düymə, düymədən düyməli. Bu da belə. İsimdən sifət yarandı. Yəni, bunlar sifətdir artıq. Fe'li sifət deyil. Fe'li bağlamaya gəlsə əgər ki, bu da digər təsriflənməyən formadır. Bu da fe'llə zərfin xüsusiyyətlərini daşıyır. Bunun da özünə məxsus şəkilçiləri var. Bayaq necə fe'li sifətdə məslərdə dedik, fe'lə aid xüsusiyyətlər təsdiq inkarda olmaq, ətrafına söz toplamaq, növ bildirmək, yəni qrammatik məna növləri. Yəni, burada da həmçinin eyni anlayışlar var. Fe'lə aid xüsusiyyətləri qalır yerində. Zərfə aid xüsusiyyətləri nədir? Bunu desək, qeyd eləməliyik ki, hərəkətin tərzini, zamanını bildirməsi, sonra zərfin suallarına cavab verməsi və cümlədə yalnız və yalnız zərfli olması, bu da elə zərfə aid xüsusiyyətləridir. Bunlar deməli fe'li bağlama şəkilçiləridir.
Məsələn, ınca şəkilçisindən başlayaq. Baxın, bu şəkilçi, məsələn, qeyd olunası bir nümunə göstərsəm sizə. Məsələn, deyirəm ki, düşüncə anladım. Düşmək sözün köküdür. Inci feili bağlamadır, qrammatikdir. Sualına baxın, düşüncə anladım. Nə zaman? Görürsüz? Deməli, inci zaman məzmunlu feili bağlama mənası yaradır yəni. Yəni, feili bağlama şəkilçisidir, sadəcə zaman məzmunu var da. Sonra, məsələn, burada var arlanmaz. Gəlin baxaq. Məsələn, gələr gəlməz onu gördüm. Onu gördüm. Baxın. Bax, burada önəmli nöqtə bir söz nədir? Eyni feili artırılmalıdır. Gələr, gəlməz. Hə, bu versiyanı görəndə deyirik ki, bu feili bağlamadır. Və yadınızda saxlayın, feili bağlamanın cümlədə rolu yalnız və yalnız zərflikdir. Gələr, gəlməz nə zaman zərflik, onu kimi gördüm, nə etdim. Baxın, bunu bu formada da verə bilər. Məsələn, deyir, getdi, gedər, gəlməzə. Gedər, gəlməz. Bunu verər, çaşdırar sizi. O dəqiqə götürərsiniz, burada arar mazməzi görən kimi götürərsiniz feili bağlama. Qətiyyən. Bu artıq isimdir, gedər, gəlməz. Bu artıq isimdir. Aydındır. Nəyə fikir verirsiniz? Köklərə. Köklər eyni olmalıdır bu şəkildə artırmaq üçün. Təbii ki, bu da zaman məzmunu bildirir. Yəni, bayaq dediyimiz kimi, məsələn, deyir, düşüncə anladım, nə zaman? Gələr, gəlməz onu gördüm, nə zaman? Yəni, cümlədə zaman zərfliyi olurlar. Sonra, məsələn, anda əndəyə aid bir nümunə desək, deyirəm ki, gələndə çörək al. Gələndə çörək al. Nə et? Nəyi al? Çörəyi. Gələndə nə zaman? Görürsünüz, zaman zərfliyi. Aha, gəlmək kök, anda əndə nə oldu? Feili bağlama şəkilçisi, qrammatikdir. Qutardı. Nə zaman sualına cavab verir? Aha, bunu da götürürük feili bağlama. Və yaxud, məsələn, burada qeyd eləmiş olmalıyam. Arkən, ərkən, yoxsa qeyd eləməmişəm? Hə, qeyd eləməmişəm deyəsən. Hə, arkən də var burada. Məsələn, arkən, ərkən. Gedərkən deyirəm ki, məni unutma. Məni unutma. Misal üçün. Unutma. Nə etmə? Kimi məni nə zaman gedərkən görürsünüz? Nə zaman sualına cavab verir? Çünki dediyimiz kimi feili bağlama ancaq zərflik olur. Getmək kök, arkən, ərkən feili bağlama şəkilçisi. Və yaxud, məsələn, o AN şəkilçisi var, ona aid deyil. Məsələn, onu hətta zərflə müqayisəsiz izah edeyim ki, onu qarışdırırlar bəzən. Məsələn, deyirəm ki, dönə-dönə sözünü deyəcəm yenə sizə. Dönə-dönə gəlirdi. Baxın, bir cümlə budur. Dönə-dönə gəlirdi. Bir də var, deyirəm ki, mən sizə bunu dönə-dönə demişəm. Bax, uşaqlar, əsas məqam nədir burada? Dönə-dönə gəlirdi, yəni fırlana-fırlana gəlirdi. Burada bir hərəkət anlayışı var da, dönmək. Burada nədir? Feili bağlamaya dair şəkilçidir, dönə. Burada da. Aha, bunu götürəcəm feili bağlama. Çünki təkrar feilləri AE artırılır, yaradır feili bağlama və cümlədə olur zərflik, tərz hərəkət zərfliyi. Necə gəlirdi? Dönə-dönə, fırlana-fırlana. Bir də var deyirəm ki, mən sizə bunu dönə-dönə demişdim, fırlana-fırlana demişdim deyə bilərəm. Yəni, o anlamı verirmi? Yox. Yəni, dəfələrlə demişəm, bu mənanı verir. Dəfələrlə. Deməli, bu olacaq zərf. Aydındır. Hər ikisinin cümlədə rolu zərflikdir. Nə qədər demişəm, dönə-dönə demişəm dəfələrlə. Amma bu olacaq, ikinci olacaq zərf, birinci olacaq feili bağlama. Bunu qarışdırmayın. Yaxud, bunun tərkib yaratması ilə bağlı eyni şəkildə bir nümunə deyək. Deyirəm ki, məsələn, uşaqlar mahnı qoşa-qoşa gəlirlər. Məsələn, bir bu. Bir də baxın ki, uşaqlar qoşa-qoşa gəlirlər. Baxın.
Bax, mahnı qoşa-qoşa, yəni burada bir hərəkət anlayışı var da. Burada artıq nədir? Burada feili bağlamadır. Amma baxın, uşaqlar qoşa-qoşa, yəni cüt gəlirlər. Burada bir hərəkət anlayışı var, yox. Deməli bu olacaq zərf. Qurtardı. Bu qədər sadədir bunu ayırd eləmək. Və yaxud məsələn dıqda şəkilçisi. Dıqda, diqdə, duqda, duqda. Nümunə desək buna. Məsələn, evə getdikdə onu gördüm. Nə etdim, gördüm kimi onu. Nə zaman evə getdikdə. Bax, görürsünüz, dıqda, diqdə, duqda, düqdədir. Yəni, dıqda, dikdə, duqda, dükdə bu formadadır. Və ətrafına söz yığıb. Görürsünüz, evəni ayrı təhlil eləmirəm. Evə getdikdə bir yerdə olur. Çünki tərkib yaradıb. Deməli, qaldı bizim bu şəkilçilərimiz. Ibdır, araqdır, bir də dıqcadır. Biri daha var, onu da izah edəcəm. Deməli, bir də madan qaldı çünki. Bax, əvvəla ıba baxsaq, burada biz ıb şəkilçisini, yəni ıb 4 variantlı şəkilçimiz var. Biz bunu bir keçmiş zamanda öyrənmişik, nəqli keçmişdə. Bir də feili bağlamada. Bəs necə fərqləndirək? Çox rahat bir yolu var. Feili bağlama özündən sonra yadınızda saxlayın ki, bir feil tələb edir. Məsələn, deyirəm ki, oxuyub qurtardı. Görürsünüz, qurtardı feilini tələb edir. Oy, silindim. Görürsünüz, qurtardı feilini tələb edir. Ona görə oxuyub burada olacaq feili bağlama şəkilçisi. Ya da oxuyaraq qurtardı, yəni belə də deyə bilərsiniz. Yəni, ıbla araq ümumiyyətlə amonim şəkilçi, amonim yox, daha doğrusu sinonim şəkilçi sayılır. Bir-birlərini əvəz eləyə bilirlər çünki. Məsələn, mahnı oxuyaraq işə başladı, mahnı oxuyub işə başladı bu formada. Görürsünüz, oxuyaraq işə başladı. Ümumiyyətlə, feili bağlama özündən sonra adətən bir feil tələb edir. Oxuyub qurtardı. Görürsünüz, feil tələb edir. Amma bax, dərsini oxuyub, oxumaq kök, ub qurtardı. Sonluğu qoyduq biz. Oxuyub nə edib? Proses artıq baş verib. Bu artıq olacaq keçmiş zaman. Özdə nəqli keçmiş. Oxuyub qurtardı. Bu feili bağlamada bunu qəbul etdik. Dərsini oxuyub artıq burada da fikir bitdi. Bu da olur bizim keçmiş zamanımız, nəqli keçmiş. Çünki bax, sual verin. Dərsini oxuyub nə edib? Yenə silindi. Ay, bu pozan başıma oynasır rəsmən. Görürsünüz, dərsini oxuyub nə edib sualına cavab verir. Ona görə burada olacaq keçmiş zaman, digər olacaq feili bağlama. Mahnı oxuyaraq işə başladı. Necə? Nə şəkildə? Mahnı oxuyaraq, araq, ərək, feili bağlama və burada zərfliyimiz deməyəcək bağlama ilə ifadə olunub. Deyəcək bağlama tərkibi ilə, yəni mahnı sözünü biz görməzdən gələ bilmərik. İşə başlamaqda bir yerdə olacaq. Təbii ki, frazemli xəbər olacaq. Sonra, dıqca, diqcə, duqca, duqca. Bu da feili bağlama şəkilçisidir. Xatırla nə et? Kimi, məni baxdıqca. Nə zaman? Yəni, hər dəfə baxdıqca məni xatırla. Görürsünüz, bu da olur feili bağlama. Ümumiyyətlə, feili bağlama tərz və zaman bildirir əsasən. Yəni, heç vaxt yer bildirmir. Bunu yadda saxlayın. Baxın, və yaxud burada. Ayşən qaçıb gəldi. Ibı araqla əvəz eləyə bilirəm. Deməli, qurtardı da. Olacaq feili bağlama. Amma desəm, Ayşən evdən qaçıb. Baxın, evdən qaçıb. Burada qaçıbda ıbı. Araqla əvəz eləyə bilirəm. Ayşən evdən qaçaraq. Və bunun davamı gəlməlidir axı. Gəlmir. Buradan cümləni bitirmişəm. Deməli, ıb nə olacaq burada? Keçmiş zaman. Baxın, bu qədər sadədir bunları fərqləndirmək. Araqla əvəz eləyirəmsə, qurtardı. Bu olacaq feili bağlama. Əvəz edəmirəmsə, olur keçmiş zaman. Bir də uşaqlar, belə bir şəkilçimiz var feili bağlamada. İkisi də qrammatikdir və bir-birlərini əvəz eləyə bilirlər. Yəni, biz bunu manı, dandan ayrı eləmirik və yaxud burada manı, mışdan ayrı eləmirik. Bütöv götürürük feili bağlama şəkilçisi. Baxın, oxumaq kök, madan mədən olacaq feili bağlama şəkilçisi. Məsələn, deyirəm ki, oxumadan gəlmə. Yəni, nə şəkildə oxumadan tərz hərəkət zərfliyi olur. Və yaxud bunu eyni digər şəkilçi ilə də əvəz eləyərəm. Baxın, oxumamış gəlmə. Burada da götürəcək nə?
Feili bağlama. Gəlmə nə etmə oxumamış, yəni oxumadan qurtardı. Bir-birlərini əvəz edir. Bu da olacaq feili bağlama şəkilçisi. Bu qədər sadə. Və də unutmayın ki, baxın, önəmli bir qeyddir bu. Bunu mütləq qeyd edin özünüzdə. Feili bağlama ilə cümlə bitməz. Baxın, necə bayaq dedim, dərsini oxuyub, məsələn, əgər o feili bağlama olsa, onunla cümlə bitə bilməz. Deməli, onunla bitirsə, deməli, o feili bağlama deyil, olur keçmiş zaman. Və feili bağlama heç vaxt isimləşmir. Axı, dəfələrlə dedik, feili bağlama ancaq olur zərfli. Feil və zərfin xüsusiyyətini daşıyır, heç vaxt da isimləşmir. Baxın, bu ən önəmli bir qeyddir. Yadda saxlayın. İsimləşmir. Sizə bir də feili sifətlə bağlı bir qeyd deyəcəm. Bunu da qeyd edin özünüzdə. Feili sifətin özünə aid olmayan bir xüsusiyyəti var. Necə bayaq biz sizə dedik ki, feili sifət əsasən nə olur? Təyin olur ya da isimləşərkən mübtəda olur, tamamlıq olur, nə bilim, xəbər olur falan filan. Feili sifətdə zərfli olmur uşaqlar. Amma istisna məqamlarda zərflik mövqeyində verirlər və deyirlər ki, hansı cümlədə feili sifət özünə aid olmayan xüsusiyyəti daşıyır. Məsələn, bax, belə bir cümlədə fikir verin. Deyirəm ki, onu evdə oturan gördüm. Bax, ən feili sifət şəkilçimizdir, düz deyil. Gəlin təhlil eləyək. Gördüm, nə etdim? Kimi onu evdə oturan nə vəziyyətdə? Yəni, evdə oturan vəziyyətdə gördüm də. Amma normalda biz nə deyirik? Bizim feili sifətimiz ya təyin olar, ya da isimləşər, mübtəda olar, tamamlıq olar, nə bilim, xəbər olar. Amma zərflik olmaz. Amma istisna hallarda da olur. Necə? Məsdər deyirik, özünə aid olmayan xüsusiyyət cəmlənməkdir. Burada da özünə aid olmayan xüsusiyyət nədir? Zərflik mövqeyində işlənmək. Məsdərlə feili sifətdən ən çox düşən məqamlar bunlardır. Bax, əgər desə feili sifət özünə aid olmayan xüsusiyyəti qəbul edib, bu versiyanı yadınızda salın, həmişə də bunu axtarın. Bugünlük bu qədər əziz şagirdlər. Yetərincə sizi məlumatlandırmağa çalışdım. İnşallah ki, sizin üçün bir faydası olar. Faydası oldusa nə xoş mənə. Və də nəsə problem, sualınız olsa şərh bölməsində mütləq qeyd eləyərsiniz. Hələlik.